19 iyun tarixində Gündəm Xəbər nefrində bir xəbəri diqqətinizə çatdıracağıq. Belə ki, qadın olsa yaxşıdır, feminizm, qadın azadlığı mənə çatmır. Bu sözləri əməkdar artist Nüşabə Ələsgərli kulis azam müsahibəsi zamanı deyib. O, kişi və qadın azadlığına toxunub. Müğənni bildirib ki, pis məsəl var, ölünü öz başına qoysan nə olar? Heç kim öz başına olmamalıdır. Özbaşınalıq xaos deməkdir. Azadlığı xaosa çevirmək olmaz. Hər şey çərçivədə gözəldir, hətta azadlıq belə. Kənardan çirkin görünən bir şey mənim xoşuma gələ bilməz. Kişi də, qadın da azad fikirli olmalıdır, amma çərçivədə. Nizami Gəncəvi deyib, birinci saflığı varsa da suda, artıq içiləndə dərd verir o da. Azadlıq artıq olanda xaos, özbaşınalıq, tərbiyəsizlik və mental dəyərləri itirmək deməkdir. Azadlıq gözəl şeydir, o da çərçivədə deyə müğənni müsahibəsində bildirib.